Hörmətli Sport Info TV izləyicilər, sizi Fransanın paytaxtı Parisdən salamlayıram. Bura Parc de France arenadır. Bildiyiniz kimi Azərbaycan milli komandası Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində sabah Fransa yığması ilə məhz bu arenada üz-üzə gələcək. Yığma komandamız hazırda gördüyünüz kimi arxa fonda oyun öncəsi son məşqinə çıxıb. Komandamızı gətirən təyyarə 6 saatlıq uçuşdan sonra dünən Parisə çatdı. Futbolçularımız yol boyu sakit görünürdü. Bu gərginlikdən irəli gəlirdi, yoxsa futbolçularımızın daha çox oyuna köklənməsindən bunu demək çətindir. Ümumiyyətlə maç barədə şərh vermək, proqnoz vermək təbii ki heç də rahat deyil. Rəqib futbolla maraqlanan hər kəs Fransa və Azərbaycan millisi arasındakı fərqləri gözəl bilir. Arada nə qədər uçurum olduğunu anlayır. Müqayisəsi aparası olsaq, bəlkə də ov tüfəngi ilə tankın topun qabağına çıxmağa bənzəyir. Azərbaycan millisinin Fransa önünə çıxması. Rəqibin arsenalında Mbappé kimi ağır artilleriya var. Bizim futbolçuların təbii ki keyfiyyəti o qədər də yüksək deyil. Mbappé'dən danışmışkən Fransa millisinin hazırda bombardiri Olivier Giroud'dur. Aktivində 57 qolu var və Mbappé'nin 52 qolu var. Oyundan öncəsi mətbuat konfransında Real Madridin ulduzu bildirib ki, ola bilər sabah Olivier Giroud'un rekordunu qırım. Bu isə o deməkdir ki, futbolçu aradakı 5 qolluq fərqi qapadacaq qədər özünə inamlıdır. Mbappé və komandasının qarşısını almaq üçün nə etmək lazımdır? Təbii ki, sabah bu meydanda futbol yox, döyüşmək lazımdır. Mübarizə əzmi lazımdır. Psixoloji vəziyyət kifayət qədər yüksək olmalıdır. Futbolçularımız 100%-ni yox, 120%-ni meydanda qoymalıdır. Futbolçularımız meydanda maksimum çox qaçmalı, sığortalarda yerində olmalı, sona qədər döyüşməlidir. Təbii ki, şans amili də önəmlidir. Erkən buraxılacaq qol, ala biləcəyimiz qırmızı vərəqə faciənin başlanğıcı ola bilər. Nəzərə alaq ki, komandamız müdafiə fazasında daha çox vaxt keçirəcək. Bu baxımdan futbolçularımız maksimum diqqətli olmalı, ehtiyatlı oynamalıdırlar. Və ən önəmlisi, ümid edək ki, sabah Fransanın günü olmayacaq, Mbappé və komanda yoldaşlarının günü olmayacaq. Belə də bəlkə möcüzə yaşanar, milli komandamız qorxduğumuz o ağır hesablı məğlubiyyətdən xilas olmuş olar. Hörmətli Sport Info TV izləyicilər, bəs siz sabahki oyundan nə gözləyirsiniz, nəyə ümid edirsiniz? Şərh bölümündə yaza bilərsiniz.